Bismillahirrahmanirrahim. Dünya gündemini zapt eden bir hadise var. Epstein hadisesi. Epstein, Einstein'den daha məşhur olub artıq. Bir grup dünya liderlərinin, siyasətçilərin, məşhurların Epstein adlı milyarder iriyənc məxluqun adasında iriyənc əməlləri, uşaqlara işgəncələr, təcavüzlər və s. Təbii ki, insan olan hər kəs bu hadisəyə sərt münasibət bildirəcək. İnsan olmayanlar da yalandan da olsa özlərini elə göstərəcək. Əslində, bu hadisədə bizim üçün böyük ibrətlər var, qardaşlar. Müsəlmanlar üçün ibrətlər var. İnsanlar bir-birinə sual verir ki, dünya niyə bu qədər iriyənçləşdi? Dünya niyə bu qədər yaşanmaz hala gəldi? Nədir səbəb? Belə hadisələr birinci deyil və axırıncı da olmayacaq. Məsələn, 2000-2005-ci illər arasında Cənubi Koreyada eşitmə əngəlli uşaqlar üçün bir internat var idi, internat məktəbi. İnternatın direktoru və müəllimlər tərəfindən qız və oğlan uşaqlarına təcavüz, zorakılıq, işgəncə halları aşkar edilir. Uşaqlar eşitmə qüsuru olduğu üçün özlərini müdafiə edə bilmirdilər, çətinlik çəkirdilər. Məsələ uzun müddət gizli qalır. Məsələ açıldıqdan sonra belə rəhbər heyətin arxası güclü olduğu üçün cəsarətsiz qalırlar, xilas olurlar. Ancaq 2011-ci ildə Gong Ye-Yung bu barədə roman yazır və roman əsasında film çəkilir. Yəni çox dəhşətli filmdir. Bir neçə dəfə baxmışam, hər dəfə baxanda insanın psixologiyası sarsılır həqiqətən. Hər kəsin qaldıra biləcəyi bir film deyil, çox ağır bir filmdir. Nə üçün bunu danışıram? Orada gözəl bir cümlə işlədilir. Deyilir ki, davamız dünyanı dəyişmək üçün deyil, davamız dünyanın bizi dəyişməməsi üçündür. Davamız dünyanı dəyişmək üçün deyil, davamız dünyanın bizi dəyişməməsi üçündür. Yəni, qardaşlar, biz elə bir çirkabın içində yaşayırıq ki, bu çirkabın bizə və övladlarımıza bulaşmaması üçün bütün gücümüzü, ömrümüzü sərf etməli, əsla yorulmamalı, dincəlməməliyik. Yoxsa bunun hesabını Allah Əzə və Cəlləyə verə bilmərik. Dünya niyə belə çirkinləşib? Çünki dünyanı çirkinləşdirənlər elə dünyanın liderləridir. Sıradan adamlar deyil ki, onların qarşısını almaq mümkün olsun. Dünya, dünyanı idarə edənlər tərəfindən çirkinləşdirildiyi üçün qarşısı alınmır. Dünya qanunla çirkinləşdirilir. Dünyanın çirkinliyi qanunla müdafiə olunur. Yəni, belə hadisələri yad planetlər gəlib etmir. Bu çirkinliklərin baş verməsi üçün qanuni zəminlər yaranır. Dünyanı idarə edən liderlər, fironlar dünyanın ən iriyənc, ən çirkin növlərini qanunla müdafiə edirlər. Ona görə də bugün dünyanın belə məsələlərlə qarşılaşması çox da təəccüb ediləcək bir şey deyil. Yəni, deyəcəksiniz ki, ən iriyənc, əxlaqsız necə qanunla müdafiə edilə bilər? Bu dünyada necə qanunla müdafiə olunur? Məsələn, pornoqrafiya. Avropada, Amerikada və bir çox ölkələrdə pornoqrafiya icazəlidir, azaddır. Pornoqrafiya həmən ölkələrdə ifadə azadlığı, insan hüquqları ifadə azadlığı adlandırılaraq konstitusiya ilə qorunur. Ədəbsizlik, əxlaqsızlığın ən pik nöqtəsi olan bütün dünya qarşısında milyonlarla insanların görəcəyi şəkildə zina etmək kimi iriyənc, çürümüş, murdar bir əməl ifadə azadlığı olaraq qanunla qorunur. Yəni, ədəbsizlik, əxlaqsızlıq kimi səbəblər bunun qadağan olunması üçün yetərli bir səbəb deyil. Yəni, zaten porno ulduz olmaq adi sıradan normal bir sənətdir. İnsanların rəğbət bəslədiyi, şəkil çəkdirmək üçün sıraya durduğu normal insanlardır. Porno saytlara qadağa yoxdur. İstəyən kəs istədiyi vaxt bir düymə ilə istədiyi videonu izləyə bilər. Və dünyada belə milyonlarla sayt var. Və dünya bunlardan milyardlar qazanır. Və bu saytlara uşaqların çatması, balaca uşaqların da onları izləməsi, fitrətlərinin, psixologiyalarının pozulması, gələcəkdə bir manyak, təcavüzkar bir manyak kimi yetişməsi
bu iriyənciliyi, bu əxlaqsızlığı, bu murdarlığı qanunla qoruyan əxlaqsız, iriyənc bu liderlərin vecinə də deyil. Yəni yalandan göz boyamaq üçün bəzi şərtlər var. Plus 18 olmalıdır, nə bilim nə zibil olmalıdır. Buraxırlar valideynlərin öhdəsinə ki, siz qoruyun. Yəni bu iriyənciliyin, çirkinliyin başlanğıcı belə başlayır. Və bu başlanğıc dünya insanının tükünü də tərpətmir. Dünya insanı buna etiraz etmir. Amma nəticəsi belə olanda dünya şok yaradır. Dünyada şok yaranır, dünya şok yaşayır. Bu çox absurddur. Səbəbləri normal görənsən, səbəbləri insan hüquqları, ifadə azadlıqları kimi qələmə verənsən, nəticədən də şoka düşənsən. Yəni əgər hindlər dağılsın, toyuqlara azadlıq deyə bir şüar eşidirsənsə, bil ki, bu tülkünün səsidir. Ən iriyənc əxlaqsızlığı, ifadə azadlığına bağlayan dünya, Qərb, Amerika, nə bilim, nə zibil, niyə bu hadisəyə şok olsun ki? Yəni burada bir əxlaqsızlıq belə yoxdur qanunla. Sadəcə bir qanun pozuntusu var. Qanunla əxlaqsızlıq yoxdur. Nə üçün? Çünki qanunda əxlaq anlayışı zaten yoxdur. Yəni dovşan qaç, tazı tut məsələsi. Məsələn, bizdə 14 yaş uşaq sayılır. 14 yaşlı qızın, üzr istəyirəm, cinsi əlaqəyə girməsi bizdə dəhşətli hadisə sayılır. Amma Almanya, Avstriya, Portuqaliya, Macaristan, İtaliya, Boliviya, Braziliya və s. ölkələrdə 14 yaş artıq qanunla cinsi azadlıq yaşıdır. Yəni bu yaşda olan bir qız öz razılığı ilə seçdiyi, istədiyi şəxslə əlaqədə ola bilər. Ona heç kəs, valideynləri qadağa qoya bilməz. Amma həmin ölkələrdə evlilik yaşı 18-dir. 14 yaşda qız gündə 100 nəfərlə, 30-40 yaşlı kişilərlə kimlə istəsə əlaqə qura bilər, əlaqəyə girə bilər. Bu qanunidir. Amma 18 yaşdan aşağı evlilik qadağandır. Bu, o ölkənin insanlarının razı olduğu, etiraz etmədiyi iriyənclikdir. İndi Epstein hadisəsi dünyada niyə şok yaratsın ki? Yəni, qardaşlar, bizi öz dini ilə şərəfləndirən Allah Əzzə və Cəlləyə həmd olsun. Baxın, İslam qanunlarının mükəmməlliyinə. İslam təkcə fuhuşu, çirkinliyi qadağan etmir. İslam ona aparan bütün yolları qadağan edir. Niyə? Çünki səbəbləri sərbəst buraxandan sonra nəticəyə ağlamağın heç bir faydası yoxdur. Yəni bir kişi qızını hər gündə su gətirməyə yola salır, göndərir və əvvəlcədən ona bir şillə vurur, elə göndərir. Axırı qonşular dözmür. Şillə vurur, deyir ki, sındırma. Qabı sındırma, kuzəni sındırma. Qonşular dözmür, deyir ki, sən niyə belə edirsən? Hər dəfə bu qıza şillə vurub niyə yola salırsan? Deyir ki, ona görə edirəm ki, əvvəlcədən tədbirini görsün. O gedib bu kuzəni sındırandan sonra onu döyməyin, onu şillə vurmağın nə faydası var ki? Yəni, İslam da budur. İslam fuhuşu qadağan edir. Fuhuşa səbəb ola biləcək ən xırda şeyi belə. Naməhrəmə baxmağı, əl ilə toxunmağı, salamlaşmağı, zərurətdən çox danışmağı belə qadağan edir. Bu, Allah Əzzə və Cəllənin öz qullarına lütfüdür. Allah zinada yaş həddi qoymadı. Hər yaşda haramdır. Allah içkiyə yaş həddi qoymadı. Hər yaşda haramdır. Əgər bir şey öz-özlüyündə çirkin bir şeydirsə, müəyyən yaşdan sonra o necə normal ola bilər? Odur ki, qardaşlar, dünya artıq yaşanacaq bir halda deyil. Bizi və ailəmizi, övladlarımızı bu çirkaba bulaşmaqdan qoruyacaq yeganə şey əlimizdə olan yeganə nemət dinimizdir. Başqa əlimizdə heç bir şey qalmayıb. Bizi bu dünyanın çirkinliklərindən qoruyacaq heç bir şey yoxdur əlimizdə, heç bir şey qalmayıb. Nə adət, nə ənənə, nə mentalitet, nə böyük, kiçik, nə ictimai qınaq. Bunların artıq dövrü, təsiri çoxdan bitib. Heç bir əhəmiyyəti yoxdur bunların. Yəni dininizə möhkəm sarılın. Ondan əl çəkməyin. Unutmayın, Allah Əzzə və Cəllənin əmri var. Özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan olan oddan qoruyun. Yəni, qoy dünya sizə geridə qalmış desin. Qoy dünya sizə yobaz desin. Nə istəyir desin. Necə ki, mənə demişlər. Bir nəfərə deyəndə ki, mənim övladlarım indiyə kimi nə bir müğənninin adını bilir, nə də üzünü görüb. Dedi ki, hansı dövrdə yaşayırsan, belə uşaq böyüdərlər. Yəni, uşaq belə böyüdərlər, məhz belə böyüməlidir.
Yəni bugün səhnəyə, efirə iyrənc formada, lüt şəkildə, əxlaqdan başqa hər şey göstərən müğənniləri mənim övladlarım tanımalıdırmı? Niyə tanımalıdır ki? Övladlarınızı qoruyun. Tərbiyələrinə diqqət edin. Son dərəcə diqqət edin. Elə bir dövrdə yaşayırıq ki, onları bircə dəfə əldən buraxsaq, daha geri gətirə bilməyəcəyik. Onlar İslamın gələcəyidir. Onlar əxlaqın, mədəniyyətin gələcəyidir. Telefonda nəyi izlədiyinə, nə ilə məşğul olduğuna diqqət edin. Onları nəzarətsiz qoymayın. Onları təhsilə yönəldin. Dünya və axirət elmlərini öyrədin ki, başlarını boş-boş şeylərlə xarab etməsinlər. Onların saflığını, təmizliyini qoruyun. Yəni bu qədər iyrəncliyin içində təmiz, saf, Allahdan qorxan övlad böyütmək bəlkə də ən böyük cihadlardan biridir. Allahu aləm.